Havaların isinməsi ilə zərərvericilər də fəallaşır. Vətəndaşlar həyət evlərini ilanlardan, restoranları həşəratlardan, bağ evlərini isə gəmiricilərdən xilas etmək üçün xüsusilə bu aylarda dezinfeksiya şirkətlərinə üst tuturlar. Özəl şirkətlər tərəfindən göstərilən xidmətlər əsasən obyektin sahəsinə və təmizlik növünə görə dəyişir. Dezinfeksiya işləri əsasən aprel ayının sonlarından başlanılır, sentyabr ayına dək davam edir. Dezinfeksiya ilə yanaşı dezinseksiya xidmətlərinə də tələbat yüksəkdir. Belə ki, virus və bakteriyaların məhv edilməsi üçün həyata keçirilən dezinfeksiya xidmətlərinin qiymətləri 60-200 manat arası, müxtəlif növ zərərverici həşəratların məhv edilməsi üçün həyata keçirilən dezinseksiya xidmətlərinin qiymətləri isə 70-400 manat arası dəyişir. 60 kvadratdan 100 kvadrata kimi 40 AZN-dir. 1000 kvadratdan 3000 kvadrata kimi 180-200 AZN, 5000 kvadratdan yuxarı artıq hər kvadratına görə 7 qəpikdən hesablanır. Dezinseksiya daxili ərazi üçün də kvadratına görə 10 manat daha yüksək, 10-20 manat fərqlilik yaranır. Misal üçün 100 kvadratdan 200 kvadrata kimi 70 manat, 1000 kvadratdan 500 kvadrata kimi 350-400 manat, 5000 kvadratdan yuxarı hər kvadratına 10 qəpikdən hesablanır. Bundan başqa şöbə müdiri onu da əlavə etdi ki, ilan qovucu tədbirlər də həyata keçirilir. Onların qiymətləri isə 10-20 sot ərazi üçün 140-250 manat arası hesablanır.